5-ci sualda ən sonuncu sual eləyir. Deyir ki, tənliyin köklərinin cəmi 3-ə bərabər. Deməli, tənliyimiz yazaq. K x kvadratı çıxılsın K mötərizədən K üstə gəl 4x-a. Bu da plus 1 bərabərdir 0. Tənliyin köklərinin cəmiviyyə teoreminə əsasən ikinci həddin birinci həddə nisbəti. Yəni K üstə gəl 4 bölünsün K bərabərdir 3 deməkdir. 3-ə bərabərdir bu yəni. Burada da çarpaz vursaq 3K bərabərdir K üstə gəl 4. Burada da eləyəcək 2K bərabərdir 4-ə. K da bərabərdir 2-yə. 2-ni tapdıq K-da. Bizə nəyi soruşur? Köklərin kvadratlarının cəmini tapın. Deməli, köklərinin cəmi 3-dür. Bu heç. Yazıram x1 üstə gəl x2 bərabərdir 3-ə. Köklərinin hasili nəyə bərabərdir? 1 bölünsün K-ya. Baxın bura. Yəni x1 vur x2 bərabərdir 1 bölünsün 2-yə. K-mız da 2 idi, axı buradan 2 tapmışdıq. Köklərin kvadratları cəmi deyəndə biz elə bu cəmi kvadrata yüksəltsək ala bilərik. Baxın bu hissəni kvadrata yüksəldirəm. x1 üstə gəl x2-nin mötərizə kvadratı bərabərdir 9-un bərabərdir 3-ün kvadratı. Deməli x1-in kvadratı vurub açdaq müxtəsər vurma düsturuna əsasən üstə gəl 2x1 x2 və üstə gəl x2-nin kvadratı bərabərdir 9. İndi x1 x2 hasilini bizə verib 2-də 1. Gətirib burada yerinə qoysaq. x1-in kvadratı üstə gəl x2-nin kvadratı üstə gəl 2 vurulsun 2-də 1 bərabərdir 9-a. Burada 2-ni 2-də 1-ə vursaq o ixtisar gedəcək oradan. Bunlar ixtisar gedir. Qalır x1-in kvadratı üstə gəl x2-nin kvadratı bərabərdir. Bunun hasili 1 elədi və sağa keçib 9-dan da 1 çıxsaq eləyəcək 8. Burada da alınacaq. Bizdən elə köklərin kvadratları cəmini istəyir. Cavab 8 olacaq.